Görün bu kimin yadındadır? Əlbir olub bir ayı bir şir ilə ovladılar dovşanı tədbir ilə. Bu nədir? Bu təmsildir. Bəs yaxşı, təmsil nədir? Uşaqların adı ilə böyüklərə söz atmaq. Adın deyəndə dilim sınan Ukraynalı müəllif Xrihorin 1700-cü illərdə yazdığı təmsillərinə, təzə illüstrasiyalarına sözün əsl mənasında can veriblər. Çünki illüstrasiyalar çox gözəldir. Adama ləzzət eləyir baxmaq. Mən də təmsilləri gördüm. Dedim ki, hə, nə yaxşı, oxuyaram. Xoşuma gələr, qəşəng videosunu çəkərəm. Xoşuma gəlməz, çoxdan da yuyub sərmək videom yoxdur. Əla, mən də əlimə girəvə düşər. Yuyub sərərəm. İşin tərsliyindən 28 dənə təmsilin 20-si yaxşı çıxdı. Amma şükür Allaha əli boş deyiləm. Əli boş deyiləm, çünki hər təmsilin sonunda bir dənə nəticə var. Bu nəticələrin təmsillərlə demək olar ki, əlaqəsi yoxdur. Müəllif çox dindar adam imiş. Hər təmsilində hansısa əxlaqi, dini bir nəticə var. Ya bilmirəm, o nəticəni fikirləşə-fikirləşə o təmsili yazıb, yoxsa o təmsili yazıb, ondan sonra baxıb ki, görün bundan nəticə çıxar, elə bir nəticə çıxarmağa çalışıb. Amma çıxardığı nəticələrin heç birinin demək olar ki, təmsillərlə əlaqəsi yoxdur. Bu nəticələrin özün başa düşmək üçün adama hansısa bir nəticə lazımdır. İzah eləyən adam lazımdır ki, başa dönün, bu burada nə demək istəyir. Amma bunda tərcümənin də günahı var, çünki tərcümə daha yaxşı ola bilərdi. Kitabın üzərinə 9+ yazılıb, amma məncə 9 yox, 16, 17, 18, 19, bəlkə də 33+ eləmək olardı bunun. Çünki təmsillər uşaqlar yox, böyüklər üçündür.